Gəncənin bir dənə daha unikal bir yeri ilə sizinlə paylaşmaq istəyirəm. Bu yer isə Heydər Əliyev Park kompleksidir. Heydər Əliyev adına və o kompleks çox böyükdür. Yəni o park çox böyükdür. 450 hektar ərazisi, qabağında 38 metr hündürlüyü olan Zəfər tağısı. Elə o Zəfər tağını görən o parka sразу girmək istəyir. Tək o deyil, bu parkın içinə girirsiniz. Yekə Heydər Əliyev mərkəzi. Dalınca göl, gölün içində balıqlar, amfiteatr, 17 dənə fəvvarəsi var eləcə. Yəni xüsusi fənərləri var, işıqlandırma sistemi və inanın ki, hava o qədər təmizdir. Yəni 15 mindən çox ağac var orada. Yəni çinar ağacları, ıhlamur, şam ağacı, hamısı var. Yəni gedirsiniz ora, hər axşam 1 saat gəzirsiniz, vəsə. Kislorod deponuz tamamilə dolur. Yəni istəyirdim ki, biləsiniz ki, bu park Azərbaycanda da şəhər parklarının içində ən böyük parkdır.